Qurban Bayramı hər il gələn və ruhumuzu təzələyən müqəddəs bir an. Qurban vermək sadəcə bir heyvan kəsmək deyil. Bu, sevginin, fədakarlığın, paylaşmanın dilidir. Hər qurban Allahın razılığı üçün ürəkdən verilən bir təmizliyə çevrilir. Bu bayram bizə öyrədir ki, həqiqi qurban öz mənliyimizi, bəzən də rahatlığımızı verməkdir. Paylaşmaq, ehtiyacı görmək və başqalarının dərdinə şərik olmaq Qurban Bayramının ruhudur. Bugün ürəyimizi yeniləmək, Allahla əlaqəmizi möhkəmlətmək üçün ən gözəl bir fürsətdir. Sən bu bayram nəyi qurban verirsən? Sevgi, yoxsa rahatlığın? Gəlin qurbanımızı sevgiyə, mərhəmətə və birlikdə yaşamağa çevirək. Qurban Bayramınız mübarək.